Salam, bugünkü izahımız olacaq 9-cu sinif Azərbaycan tarixindən 19-cu paragraf, yəni Azərbaycan SSR-in yaradılması. Danışaq ilk öncə hakimiyyətin bolşevik modelindən. Deməli, bildiyimiz kimi 1920-ci il 28 aprelində Azərbaycan hakimiyyəti işğal olundu. Və işğal olunduqdan sonra isə burada bolşevik hakimiyyəti qurulur. Aprel işğalından sonrası bu da Azərbaycanda ilk vaxtlar ali qanunvericilikdə, sərəncamvericilikdə hakimiyyət müvəqqəti inqilab komitəsinə məxsus olur. Amma Xalq Komissarları Sovetinə isə Nəriman Nərimanov rəhbərlik edirdi. Əslində real hakimiyyət bilirik ki 1920-ci ilin fevral ayında, ötən dərsdə də izahda dedim, fevral ayında yaradılmış Azərbaycan Komünist Partiyasına məxsusdur. Bunun hakimiyyətinin izahında demişdim. Deməli, 1920-ci ilin may-iyun ayında Azərbaycan İnqilab Komitəsi Rusiya nümunəsində bir neçə mühüm qərarlar qəbul edir. Hansı ki, Qəzən, Nahiyə, sonra kənd İnqilab Komitələri yaradılır. Sonra polis ləğv olunur, polisin əvəzində isə fəhlə kəndli milisi yaradılır. Deməli, Azərbaycan Komünist Partiyasından başqa bütün siyasi partiyalar qanunla kənar elan edilmişdir. Mətbuat orqanları da bağlanmışdı eyni zamanda. Bax, ötən dərsdə də demişəm, müsavatla bağlı danışdığım dərsdə 1921-də onun qadağan olunmasını demişəm. Yəni, müsavat həm 1921-ci ildə müsavatda, ittihadda, əhrarda bunlar qadağan olunur. Onlar həm də zəhmətkeşlərin qatı düşməni kimi damğalanmışdı. Və Azərbaycan İnqilab Komitəsi Xalq Məhkəməsinin yaradılması haqqında dekret qəbul etdi. Sərəncam yəni qəbul etdi. Bu məhkəməyə ancaq fəhlə və kəndlilərin nümayəndələri üst seçilə bilərdi. Sonra əks inqilabçılığa qarşı fövqəladə komissiya yaradılır. Deməli, Sovet Rusiyası Qırmızı Ordunun yəni tərkib hissəsi kimi yeni ordu yaradır. Bunda bizim keçmiş Azərbaycan hakimiyyəti ordumuzu ləğv etmək üçün bunu yaratmışlar. Deməli, cəmiyyətin təbəqələrə bölünməsi qaydası ləğv olunur. Eyni zamanda bu xan, bəy, ağa bu rütbələr vardır. Bu rütbələr də ləğv olunur. Amma Respublika vətəndaşı adlanır və bu bəy, xan, sonra vəq torpaqlarıdır, kilsə torpaqları. Bax, bunlar müsadirə edilir, kəndlilərə paylanır. Və neft sənayesi milliləşdirilir. Sonra Xəzər ticarət donanmasıdır, zavodlardır, fabriklərdir. Bax, bunlar da dövlətin mülkiyyətinə keçir. Sonra 1921-ci ilin may ayında, bax, tarixin yaxşı yadda saxlayırıq. 1921-ci ilin may ayında isə Bakıda deməli, Ümumi Azərbaycan Sovetlər Qurultayı keçirilir. Burada Azərbaycan SSR-in ilk konstitusiyası qəbul edilir və Azərbaycan İnqilab Komitəsi ləğv olunur həmin bu qurultayda. Sonra qurultayda Azərbaycanın Mərkəzi İcra Komitəsi ali qanunverici orqan seçilir. İcraedici hakimiyyət isə deməli Azərbaycan SSR Xalq Komissarları Soveti olur. Bunun da yenə sədri Nəriman Nərimanov olur. Deməli, həmin bu konstitusiyaya görə də zəhmətkeş xalq ali hakimiyyət mənbəyi olur. Və 1929-cu ildə Azərbaycan Komünist Partiyasının Mərkəzi Komitəsinin birinci katibi vəzifəsi təsis edilir. Burada da düzdür, 29-dan 30-cu ilə qədər demək olar ki, qeyri-millətlərin nümayəndələri bizdə olur. Amma 1933-1953-cü illərdə isə Mirzəcəfər Bağırov rəhbərlik edir həmin bu quruma. Sonra 1937-ci ildə Azərbaycan SSR-in ikinci konstitusiyası qəbul edilir və burada da Azərbaycan SSR Ali Soveti təşkil olunur. Yeni konstitusiyada da həmin bu konstitusiyada türk adı, türk dili Azərbaycan adı ilə, Azərbaycan dili ilə əvəz olunur. Sonra danışaq bir də Sovet rejiminə qarşı üsyanlar, yəni müqavimət hərəkatı. Deməli, bolşevik hakimiyyətin burada hansı ki bu etdiyi bu dəyişikliklər var idi və ya saydığımız bir neçə dəyişikliklər, bunlar müqavimət hərəkatına səbəb olur. Hansı bölgələrdə? Gəncə, Qarabağ, Zaqatala, Şəki, Lənkəran. Bu kimi bölgələrdə yəni çıxışlar baş verir. Çıxış edənlər, yəni bu çıxışlarda iştirak edənlər həm keçmiş milli ordu hissələri idi, həm də yerli əhali də vardı. Məsələn, Zaqatalada yerli əhali, əsaslı yerli əhalidən ibarət idi iştirak edənlər. Amma bu qeyri-bərabər olduğu üçün, qüvvələrin nisbəti qeyri-bərabər olduğu üçün bu üsyanlar yatırıldı. Amma sonra bu üsyanlar repressiyalara səbəb oldu. Hansı ki, repressiyalarda həyata keçirən əsas orqan fövqəladə komissiya idi. Bu qədər, sağ olun.